Hörmətli izləyicilər, hər birinizi salamlayıram. Ateşkəh Talks'un növbəti buraxılışında hər birinizi xoş gördük. Bugünkü qonağımız avtosferada geniş kütləyə malik və bir çox müştərilər tərəfindən sevilən Geely brendinin Azərbaycandakı rəsmi nümayəndəliyinin satış direktoru Ramin bəy. Ramin, mənim həm də yaxın dostum. Xoş gördük Ramin. Salam Tural, xoş gördük. Çox sağ ol dəvətə görə ilk növbədə. Sizi burada bizim satış mərkəzinə görməyə həmişə kimi şadıq. Çox sağ ol ki, vaxt ayırdın və çox sağ ol ki, inşallah əminəm ki, gözəl bir mövzulara bugün toxunacaq. Ona mənim də şübhəm yoxdur, Ramin. Və bu günləri mən düşünürəm ki, həm avtomobil camiasının, həm də hal-hazırda çox trendli olan bir mövzuya toxunacağıq. Və bu mövzu hazırki Azərbaycanda, ölkəmizdəki avtomobil bazarının vəziyyətidir. İlk olaraq da məhz sualım bundan ibarət olacaq, Ramin. Hal-hazırda ölkəmizdə avtomobil bazarının vəziyyəti nə yerdədir və gələcəkdən nə gözləntilərimiz olmalıdır? Vəziyyət ilin əvvəlindən biraz ağırdır. Əsasən də bu ağırlıq rəsmi distributorlarda və rəsmi nümayəndələrdə hiss olunur. Bu hardan yaranıb? İlk səbəb və əsas səbəb təbii ki, qeyri-rəsmi avtomobillərin idxalıdır, qara bazardır. Əminəm ki, elə bizim mövzumuz elə bunun ətrafında keçəcək, bizim söhbətimiz bunun ətrafında keçəcək. Bu tək təmsil etdiyim brend və yaxud ümumiyyətlə Çin brendlərinə aid olan bir problem, bir sıxlıq deyil. Bu həm də Avropa brendlərinə də şamil olunur, hətta Yapon brendlərinə də şamil olunur. Durğunluq var. Durğunluq var, rəqabət artıb. Bir müddət rəqabət ancaq Çin markaları arasında idi və yaxud da ki, rəsmi nümayəndələr arasında idi. Hal-hazırda isə rəqabət artıq qara bazardadır. Mən belə anlayıram ki, və müəyyən statistikalara əsasən deyə bilərəm ki, hal-hazırda biz belə anlayırıq ki, yəni çox rahatlıqla artıq bu mənbələr açıqdır və insanlar rahatlıqla bu mənbələrə çata bilir internet vasitəsilə, sosial şəbəkələr vasitəsilə. Qara bazarın satış həcmi hal-hazırda rəsmi cillərdən daha çoxdur. Və mən şəxsən özüm bunu görəndə biraz təəccüblənirəm ki, bu necə yaranır və biraz da bir yüngülvari bir bazar araşdırması edirəm. Görürəm ki, qara bazarın təklif etdiyi müəyyən marka və modellər rəsmi cillərin təklif etdiyi marka və model arasında ciddi bir qiymət fərqi var. Mən burada anlamağa çalışdığım məqam nələrdir? Birinci, burada çox ciddi komplektasiya fərqləri mi var? Yəni, qara bazar çox aşağı komplektasiyada maşınlar mı gətirir, belə ucuza verir, yoxsa başqa bir səbəb var? İkinci məsələ, burada mən bir alıcı kimi bu sualı verirəm sizə. Mən alıcı kimi görmüşəm ki, sizdə, misal üçün, Geely'nin hansısa modelini bəyənmişəm. Görmüşəm ki, 35 manatdır, tutalım. Qara bazarda internetdə baxıram ki, sosial şəbəkə vasitəsilə mənə deyir ki, nə bilim, o məşhur bir termini var, Bakıya çatdırılma və s. və baxır. Burada 35 manata görmüşəm, orada 28 manatadır, yəni 29 manatadır. Ortada bir 5-6 manatlıq bir fərq var. Bu təbii ki, bu minlərdir, amma mən daha şərti olaraq istifadə edirəm. Bir alıcı kimi mən nəyə görə cibimə qənaət edib o qara bazardan o avtomobili əldə etməməliyəm? Xahiş edirəm ki, bu iki suala açıqlama verərdim. İlk öncə ikinci sualıma istəyərdim cavab verim. Bəli, düzdür, elədir və təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu fərq var, fərq yaranır. Biz də o, təbii ki, bu məlumatları görürük, izləyirik, biz də sosial şəbəkədə və yaxud elan saytlarında vaxtımızı keçiririk, analiz edirik. Fərq var. Fərq nədən yaranır? İlk öncə istehlakçıya, alıcıya, sənə nə məsləhət görərdim əgər sən avtomobil almaq istəyirsənsə və yaxud hətta özümə nə məsləhət görərdim ilk növbədə. Tutalım ki, mən heç bu sferada işləmirəm, mən özüm üçün avtomobil almağa bir qərar vermişəm. İlk növbədə qiymət. Məni özünə cəlb eləyən qiymət olacaq. Çünki mən görəcəm ki, eyni model, eyni marka, eyni yürüş, eyni il, amma sən demişkən
7 manat, 8 min manat deyək də artıq. 8 min manat daha ucuzdur. Bu arada üzr istəyirəm, mənim təkcə maşında deyil, bu geyim sektorunda da belədir, Əlbəttə. bu ərzaqda da belədir. Bir Əlbəttə. mağazadan digər mağazaya keçəndə bunu hiss Bir edirsən. mənalı olaraq, həm də texnikada elədir, aldığımız telefonlarda və digər aksesuarlarda da bu görsənir. Nəyə diqqət yetirmək lazımdır? Birincisi, sən demişkən, məşhur o söz var ki, Bakı təhvili. O Bakı təhvili, belə deyək, hardasa bir marketinq silahı kimi istifadə olunur. Çünki Bakı təhvili sözün altında bir çox şeylər gizli qalır. Siz yaxınlaşırsınız ofisə, avtomobil sifariş etməyə, danışırsınız, komplektasiyanı müqayisə edirsiniz. Görürsünüz ki, o 28 min manata qoyduğu elanda komplektasiya heç də rəsmi distributorun təqdim etdiyi komplektasiya eyni gəlmir. Soruşanda niyə belədir? Deyir ki, biz orada yəni start qiymətini yazmışıq. Siz istədiyiniz komplektasiya biraz ondan bahadır, biraz ondan bahadır. Disk istəyirsiniz, biraz ondan bahadır. Falan funksiya istəyirsiniz, biraz ondan bahadır. Və bir də görürsünüz ki, avtomobil artıq gəlib 31 min manata yaxınlaşıb. Sizin qiymətə gəlir çatır. Hələ çatmayıb, hələ dalı qabaqdadır, belə deyək. 31 min manata artıq yaxınlaşıb. Bakı təhvili dedikdə çox vaxtı gömrük rüsumlarını nəzərə almırlar. Onlar daxil Onları deyil. gizlin saxlayırlar. Düzdür, hamıya şamil etmirəm bir mənalı olaraq, amma onları da mütləq qaydada nəzərə almaq lazımdır. Onun gömrük rüsumları, dövlət yol polisində qeydiyyat rüsumları, onlar hamısı nəzərə alınmalıdır. Avtomobillərin bir çoxusu və demək olar ki 99%-i heç bir dil təminatı ilə və yaxud da ki adaptasiya, bizim bazara adaptasiya olunmuş təminatla gəlmirlər. Söhbət proqram təminatla gedir. Avtomobilin dili olsun və yaxud da hansısa bir digər bir funksiyaları olsun. Təbii ki, bunu eləyənlər var, qeyri-rəsmi, hacker dediyimiz bir şirkətlər var, şəxslər var, fərdi şəxslər var, hansı ki bununla məşğullar. Heç sözüm ora deyil, onun nə qədər təhlükəsiz olması və digər məsələlərə heç toxunmuram. Tək qiymətdən toxunuram. Bu təxmini 500 min dollar arası, yəni 800-1500 manat arası olunan bir xidmətlərdir. Onu da üzərinə gələndə artıq avtomobil gəlir 32-33 minə çatır. Sonda sual yaranır. 3 min manat, 4 min manat fərq. Dəyərmi ki, mən avtomobili zəmanəsiz, mən avtomobili rəsmi servis təminatsız və qeyri-müəyyən bir şəxsdən alım və əlimdə heç bir sənəd, heç bir kağız olmadan bu avtomobili təhvil alım. Ramin, sənin elə mənim ikinci sualıma verdiyin cavabdan mən birinci sualı da özüm cavab tapdım ki, məsələ komplektasiya deyilmiş. Məsələ daha fərqli nüanslarmış. Amma sənin sadaladığın bu qədər fakta əsasən biz yenə də böyük bir kütlə görürük həmin qara bazarda. Və yenə də qeyd etməliyəm ki, statistikalarda da biz görürük ki, nə bilim, hər hansısa bir X bir brend deyək, onun qara bazarda satışı daha böyük həcmlidir, nəinki onun rəsmi dillər satışı. İnsanlar bunu bilərək necə yenə də güvən ehtiva etməyən dediyimiz yerlərə güvənə bilirlər. Nəticə etibarilə bunu necə edirlər bəs? Nəyə görə edirlər? Əslində o sualı mən özümə də verirəm, təbii ki. Bizə də bir qaranlıq məsələ bu qalır. Mən Geely'nin açılışından birinci gündən bu brendi təmsil edirəm. Bu brendin satışındayam. Bizim 2020-ci ildə qarşılaşdığımız iradları yadıma salıram və düşünürəm ki, həmən müştəri təbəqəsidir ki, hansı ki Çin markalarına ümumiyyətlə inanmırdı, etibar etmirdi, bəyənmirdi hətta. Yəni Yapon və Koreya və digər markaları daha üstün tuturdular ki, Çin hara, avtomobil istehsalı hara. Həmən bu müştərilər artıq nəinki Çin avtomobillərinə inanır, hətta onu qeyri-rəsmi almağa belə hazırdılar. O sual bir tərəfdən məni sevindirir ki, Çin avtomobilləri gəlib o səviyyə çatıb ki, insan artıq o qədər etibar edir ki, mənə bunun nə zəmanəti lazımdır, nə ehtiyac səhərlərinin təminatı lazımdır, mən hazıram o riskə getməyə, əsas odur ki, mən bu avtomobili alım. İkinci tərəfdən də çox böyük təəssüf hissim var ki, bu geci-tezi bir fəsad verəcək. Bu avtomobillər nə vaxtsa hansısa bir problemlə üzləşəcəklər və bu ümumilikdə tək mənim təmsil etdiyim markaya yox, bütün Çin və dediyim kimi Yapon, Alman bütün brendlərə şamil olunacaq. Çünki avtomobildə yaranan problem elə xəbər portallarında, sosial şəbəkələrdə paylaşımlar deyilmir ki, qeyri-rəsmi alınan X avtomobilində belə bir şey baş verib. Brendin adı hallanır. Əlbəttə, brendin adı hallanır. Avtomobil yanır. Avtomobil qısa qapanmadan yanır və yaxud ümumiyyətlə bir qəza keçirir, sürətlər qutusunda problem yaranır. Demirlər ki, bu avtomobil
X MMC-dən alınıb qeyri-rəsmi gəlib. Deyirlər ki, bu brend belə bir şey hal baş verib. Və Razıyam. bu çox böyük fəsadları gətirəcək gec-tez hamı üçün. Burada mənə elə gəlir ki, o hamının ağız gücü deyilən bir qüvvə işə düşür. Necə ki, Toyota Prius bir çoxlarımızın gözündə sadəcə sərnişin daşımaq üçün istifadə olunan bir maşın kimi yaddaşlarda qalıb, amma Toyota Prius Avropada hələ də çox böyük rəğbət bəslənilən, çox ciddi alıcı auditoriyası olan bir avtomobildir və satış qiymətdə səfərləmirsə $40,000 civarında dəyişir. Çox dəyərli bir avtomobildir. Evet. Ona görə də burada ağız gücü həqiqətən də insanlara təsir edir deyə düşünürəm. Bayaq Ramin bir nüansa toxundun sən, zəmanətlə bağlı. Mən istəyirəm bu məsələyə biraz açıqlıq gətirək. Çünki hətta bəzi bu satış həyata keçirən qara bazar nümayəndələri zəmanət verdiklərini də iddia edirlər. Mən bunu bilmirəm hansı şəkildə etdiklərini, sadəcə mənə maraqlıdır. Bunu da iddia edirlər və iddiaları doğrudurmu? Sual bundan ibarətdir. Məlumatlısınızmı bundan bağlı? İkinci bir məsələ isə alıcıyam, cibimə qənaət etmək üçün biz xoşduruq qənaət etməyi. Təbii. Biz xoşduruq endirim görməyi, sizə hədiyyə olundu nəyisə misal üçün. Biz bunu sevirik. Bir alıcı kimi səhvə yol verdim, tutalım. İndi sizin prizmanızdan bu bir səhvdir. Yanlış qərardır. Aldım maşını, amma sonradan düşündüm ki, ayda mən kaş ki rəsmi zəmanətli bir yerdən alardım da bunu və müraciət edirəm Ciliyə ki, Cili, olar mən maşınımı başqa yerdən almışam əslində, qara bazardan almışam, nə bilim, fərqli yollarla almışam, amma mən istəyirəm ki, maşınım burada zəmanətli olsun. Belə bir şey mümkündürmü? Bu dəfə istəyirəm birinci sualdan başlayayım cavablandırmağa. İlk sualıma cavab olaraq zəmanət verirlər, doğrudurmu? Onun iki variantı var. Yəni, təbii ki, biz bununla məlumatlayıq, biz bunu araşdırırıq, zənglər də edirik, soruşuruq da, məlumat da alırıq. İki variant var. Bir variantı çox təəssüf hissi ilə qeyd edirəm ki, eləyirlər və müştərilər bunu allanırlar. Bildirirlər ki, avtomobil rəsmi zəmanətdədir. Siz rahatlıqla avtomobili alandan sonra rəsmi distributorda, rəsmi servisdə bu avtomobilə xidmət göstərə biləcəksiniz, orada qarantiyadadır. Və hal baş verdikdə, zəmanət ona imtina etdikdə artıq problem yaranır, amma iş işdən keçib artıq gecdir. Çünki qara bazarın bir çoxsu avtomobilləri sadəcə gömrük yerində təhvil verir. Nə alqı-satqı var, nə əllərində bir müqavilə var, nə hansısa imzalı möhürlü bir sənədi var alıcının əlində. Və o artıq müraciət edəndə ki, bəs sən mənə demişdin, o sadəcə cavabında deyə bilər ki, deməmişdin. Yəni artıq çox təəssüf ki, orada yalan bir tipli var. Mən inanmaq istəyərdim ki, bu az bir hallardır, amma hallar var, biz rastlaşırıq, eşidirik, o hallar var. İkinci variant nədir ki, öz riskinə bu zəmanəti təklif edir. Yəni burada sadəcə... Mənlikdir deyir yəni. Hə, yəni mənlikdir, mən 10 dənə avtomobil satdım, inşallah ki, bir problem çıxmaz, çıxsa da birində çıxar, xırda çıxar, yəqin ki, onu bir təhər yoluna qoyaram və s. Yəni bu, belə deyə də bu Azərbaycanlıların bir söz var, harda qırlar bir prinsipi ilə verilən bir zəmanətdir. İkinci sualıma gəldikdə isə yox, elə bir şey mümkün deyil. Çünki bu rəsmi nümayəndəliyin bir pozisiyası, yəni istehsalçının pozisiyasıdır. Bu söhbət daxildə hansı bir şirkətin istəyi ilə nəzərə alınmır, istəyi ilə deyil. Təbii ki, yəqin ki, bütün şirkətlər üçün bu üstünlük olardı ki, həm avtomobilə əlavə ödəniş alıb, zəmanətə salıb bu pul qazanmaqdır və ümumiyyətlə servisin, belə deyə də, ehtiyatçılarının satışı, ümumiyyətlə xidməti, işçi baxımından, pul baxımından, biznes baxımından çox gözəl bir fikir olardı. Amma istehsalçının qadağasıdır. İstehsalçı yalnız Azərbaycana rəsmi idxal olunmuş avtomobillərə zəmanət təqdim edir. Nöqtə. Burada əlavə heç bir bənd yoxdur ki, və ya bu qədər ödənişlə elə bir şey yoxdur. Hər halda Cilidə elə bir şey yoxdur. Bir mənada. Aydındır. Ramin, təsadüfi deyil ki, mən qonaq qismində biz danışdıq ki, sən də bu barədə danışaq. Çünki mən bilirəm ki, sizin brendin nə qədər geniş bir kütləsi var ölkəmizdə və siz müştərilərlə daima təmasdasınız. Telefonla da, üzbəüz də bu baş verir. Siz, satıcılar və s. bilaq. Mənə burada maraqlı olan daha bir nüans sığorta ilə bağlıdır. İndi qara bazardan o maşını alan, onsuz da hər şey gözə alıbdır. O ola bilər ki, sığorta onun üçün çox da maraqlı olmasın. Amma
rəsmi salondan, rəsmi ixalçıdan bu maşını alan daha fərqli yanaşa bilir mövzuya. Sizin müştəriləriniz, sizin geniş bir kütləyə əhatə edirsiniz. Sizin müştərilər sığortaya yanaşması necədir? Mən özəlliklə kasko sığorta mənə maraqlıdır. Ümumiyyətlə kasko sığortanı almaqda çətinlikmi çəkirlər, yoxsa avtomobillərin qiymətləri o qədər də ucuz deyil? Mən bildiyim qədərlə ehtiyat hissələri də ucuz deyil. Bu bir sir deyil hər kəs üçün. Kasko onlara təklif olunanda nə kimi cavablar eşidirsiniz? Bəlkə daha çoxsu alır. Yəni alırsa da, almırsa da bunun səbəblərini mən istəyərdim səndən biraz danışaq. Bu da bir çox gözəl mövzudur. Çünki rəsmi belə deyək, rəsmi ixalçı, rəsmi satış mərkəzi plus rəsmi kasko sığorta bu gözəl bir tandemdir, ən ideal bir tandemdir məncə. Amma təəssüflər olsun ki, yox, çox da yaxşı nəticə görmürük. Əsas səbəblərdən nə deyərdim? İlk növbədə məlumatsızlıq. Mən birinci növbədə məlumatsızlıq deyərdim. Burada tək sığorta fərdi hansısa bir sığorta şirkətinin bir səhvi deyil. Ümumilikdə daha çox maariflənmə aparılmalıdır bu mövzuda. Həm televiziyada, həm deyərdim hansısa dövlət strukturlarında, yəni o səviyyədə hətta hər bir şey təbliğ olunmalıdır. Söhbət burada hansısa sığorta şirkətinin reklamından getmir təbii ki. Ümumiyyətlə bunun nə dərəcədə faydalı olmasından. İkinci məsələ odur ki, ikinci səbəb nədir ki, məncə qiymət. Çox təəssüf ki, bizim alıcılarımız hər şey pul taparlar bir dənə sığortadan başqa. Yəni həqiqətən elədir. Bilmirəm nədən irəli gəlir bu. Bəlkə etibarsızlıqdanmı irəli gəlir. Amma biz rastlaşdığımız ilk məsələ odur ki, ümumiyyətlə kasko sığortanın nə kimi faydası var, nəyə lazımdır, ümumiyyətlə müştərilər məlumatsızdır. Yəni bəzən gəlir o səviyyə çatır ki, biz avtomobil satışına ayırdığımız vaxtının yarı vaxtını elə sığortanın məhsulunu təqdim etməklə keçiririk. Çünki biz də istəyərik ki, müştərinin həm bu tərəfdən rəsmi zəmanəti olsun, biz tərəfdən, istehsalçı tərəfdən, bu tərəfdən isə sığorta tərəfdən bütün təminatı olsun və rəsmi servisdə təminatı olsun. O halda tək olmasın, əlbəttə heç bir müştərinin olmasın, biz onu istəmirik. Amma olduğu halda da biz bilirik ki, müştəri bir sıxıntı yaşamayacaq, əsasən maddi sıxıntı yaşamayacaq. Bu da ona gətirib çıxardacaq ki, gələn dəfə bu ikinci avtomobil alanda, üçüncü avtomobil alanda, dostu, qohumu avtomobil soruşanda bu artıq bir mənalı olaraq bizi tövsiyə edəcək. Çünki biz ona bu məsləhəti verdik ki, mən getdim filan yerdə qəza elədim, sağ olsunlar orada mənə bunu təklif elədilər, mənim heç bilmirdim, məlumatım yox idi bu barədə, təklif etdilər, mən elədim və çox bir rahat bir şəkildə, tez bir zamanda və heç bir ödəniş etmədən mən avtomobili bərpa etdim və indi ikinci avtomobili almaq istəyirəm. Yəni, çox istərdim ki, bu mövzuda böyük bir təbliğat olunsun. Hətta bu iki mövzunu bəlkə də birləşdirmək olardı ki, həm rəsmi servis, həm rəsmi zəmanət, həm də kasko sığorta. Əslində, bu məsələdə mənim də bir qeydim olacaq. Bir çox insanlarda mənə elə gəlir ki, yayımdan öncə də bunu mənə sual vermişdin əslində. Mən istəyirəm bunu hər kəsə açıqlayım. Situasiyanın nə yerdə olduğu insanlara tam şəkildə agah olsun. Əgər şəxs qara bazardan avtomobil əldə edirsə və rəsmi dillərində dediyi kimi, bu təkcə sizdə deyil, bu mənim tanıdığım bütün rəsmi dillərdə bu qayda keçərlidir ki, o ehtiyat hissələrinin uyğunsuzluğu deyirlər. Bax, bu yəni şəxsin qıraqdan gətirdiyi bir avtomobillə rəsmi servisin verdiyi avtomobil eyni deyil. Eyni komplektasiyalar deyil, eyni ehtiyat hissələri deyil. Fərqliliklər ola bilər ki, hansındasa azdır, amma bu fərqliliklər var. Bu səbəbdən dolayı da rəsmi dillər bunu öz öhdəliyinə götürə bilmir. Və təəssüf hissi ilə mən də qeyd etməliyəm ki, qeyri-rəsmi qara bazardan avtomobil əldə edərkən biz, bu da bir sir deyil ki, kaskoda belə bir bənd var da, sığortaçının seçdiyi rəsmi servis və yaxud da sığortaçının seçiminə əsasən servisdə. Rəsmi sözü yoxdur orada. Biz o rəsmi sözünü orada bəndə əlavə edə bilmirik. Çünki bu кейslərlə biz rastlaşmışıq. Rəsmi əslində yeni maşındır. Rəsmi servisdə əslində qulluq olunmalıdır da bizim ağlımızda belədir axı sığortaçı kimi. Rəsmi servisə göndərilir və rəsmi servis bildirib ki, yox,
Yəni bu X bir servisdir. Servis bildirib ki, təəssüf ki, ehtiyat hissələri uyğun deyil və mən bir rəsmi servis olaraq bu avtomobilə xidmət göstərə bilməyəcəm. Və biz artıq orada alternativ partnyorlarımıza, tərəfdaşlarımıza üst tutmalı olmuşuq. Bu səbəbdən dolayı biz özümüz də rəsmi dillərdə hər hansısa bir təmir xidmətinə söz verə bilmirik və yaxud da kimsə ola bilər söz versin, amma bunun arxasında duracaqmı? O sığorta ilə bağlı insanlarda onsuz da müəyyən zaman-zaman güvənsizliklər var, inam əksikliyi var və bu dövrdə bunu edən sığortaçı, bunu edən hər hansı bir sığorta agenti bunun arxasında dura bilməyəcəksə, o kaskoda satışında yaşadılan çətinliklər daha da artacaq. Ona görə də izləyicilərimiz də bilsin ki, qara bazardan alınarkən avtomobil onun rəsmi servis xidməti görməsi çətindir. Yəni bunu biz demirik. Bunu rəsmi idxalçılar, Azərbaycandakı rəsmi idxalçılar deyir. Ona görə də nəzərə almanızı xahiş edirəm. Ramin, son olaraq mən istəyərdim bir məqama da toxunum. Hal-hazırda situasiyanı biz analiz etdik. Düşünürük ki, hazırki situasiya ürəkaçan deyil. Gələcəklə bağlı işıq ucu varmı? Yəni işığı görə bilirikmi biz? Mən ümid edirəm ki, var və bir çox amillər buna təkan verəcək. Bildiyiniz kimi avtomobillər tək nağd alış deyil, həm daxili kredit, indi bilirsiniz bizdə bir kampaniya başlayıb, bir çox modelləri artıq daxili kredit ayırırıq. Həm daxili kredit alışı zamanı, həm bank krediti ilə alışı zamanı avtomobillər kasko sığorta olunur. İkinci bir məsələ, avtomobillərin heç bir bank kredit ayırdığı zaman qeyri-rəsmi ithal olmuş avtomobillərə bank krediti ayırmır. Bu da artıq müştəri üçün bir siqnaldır ki, bu niyə belədir. Mən ümid edirəm ki, müştərilərimiz, alıcılarımız, istehlakçılarımız, vətəndaşlarımız, elə mən də onların içində, siz də onun içində daha çox informasiya toplasalar, bu siz o mövzuya toxundunuz, ehtiyat hissələrinin uyğunsuzluğu, rəsmi zəmanətin olmaması, bu riskləri, elə biz burada bir çox sənədlərdən danışmadıq ki, hansı ki, avtomobillər uyğunsuz ola bilər, standartlara uyğunsuz ola bilər, avtomobil oradan hansısa salondan zədələnmiş ola bilər, gəlib bura ucuz çıxır, bərpa olunmuş ola bilər və ya hansısa problemlə gəlib bura ithal oluna bilər, gəlib çata bilər, müştəriyə təhvil verilə bilər və alıcının əlində heç bir sənəd yoxdur, heç bir möhürlü belə sənədi yoxdur. Sadəcə əlində texniki qeydiyyat şəhadətnaməsi var və salam. O da heç kimdən alıb, bəlkə də bir ildən sonra heç yadına düşməyəcək, nömrəsini də tapmayacaq. Bu riskləri nəzərə alıb, həmən o 3 manatın, 5 manatın ardınca getməsinlər məncə. Burada məsələ tək mənim hansısa brendi təmsil etməyimdən getmir. Ümumiyyətlə, mən istəməzdim ki, bizim vətəndaşlar bu problemi yaşasın. Ələxüsusda avtomobillə bağlı. Çünki mən bu avtomobil sferasının uzun illərdir ki, bir parçasıyam. Yəni, bu mənim doğrudan da hisslərimə toxunur. Mən çox ümid edirəm ki, bu vəziyyət düzələcək, bərpa olunacaq. Demirəm ki, müştəri özü üçün bir avtomobili gətirməsin. Amma yəni, bu tamam bir fərqli bir şeydir. Araşdırma etsinlər. Bu çox avtomobil... dramatik sonluq oldu. Hə, əslində dramatikdir, tragikomediyadır hətta deyərdim. Həm gülməlidir, həm ağlamalıdır. Mən inanıram, əminəm ki, bu vəziyyət düzələcək. Biz də inanırıq. Və sonda çox üzr istəyirəm, bir əlavəm də var. Yəni, inanın ki, təkrar onu bildirəcəm. Rəsmi distributordan alınan avtomobil və kasko sığortalanan avtomobil məncə tam rahatlıqla o deyirəm, mən rahat 5 il avtomobilimi, 6 il avtomobilimi 50 cibində sürəcəm. Həqiqətən də inşallah ki, elə o da olur. Amma Qarabazar biraz risklidir. Hələ də risklidir. Ramin, çox təşəkkür edirəm. Vaxtını ayırdığın üçün. Mən əminəm ki, bizim izləyicilərimiz düzdür, oxuyurlar, araşdırırlar, amma yenə də bu işin içində olan bir şəxsin rəyləri, şərhləri, məsləhətləri onlar üçün çox önəmli olacaq və mən də sənin kimi ümid edirəm və içimdə bir əminlik də var ki, bu vəziyyət istədiyiniz yöndə bir yön alacaq və hər şey daha yaxşı olacaq. Mən sənə təşəkkür edirəm dəvətinizə görə, sizin komandanıza görə, əməyinizə görə və əminəm ki, sənin də, mənim də əməyim, bizim mesajlarımız ünvana çatacaq. Çox sağ ol bir daha. Mən də əminəm. Çox sağ ol. Təşəkkür edirəm.
Hörmətli izləyicilər, Atəşgah Talksun növbəti buraxılışı beləcə yekunlaşdı. Təşkilatı dəstəyə görə Atəşgah Sığorta şirkətinə təşəkkürümüzü bildiririk. Növbəti podkastlarda görüşənədək. Sağ olun.